Bugün ölkəmizdə könüllülər gənclər fəaliyyətinin əsas gücüdür. Onlar bir çox layihələrin həyata keçməsinə dəstək olur və cəmiyyətə real dəyər qatırlar. Ölkəmizdə könüllülük fəaliyyətinə xüsusi diqqət və qayğı göstərilir. MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib. Gənclər arasında könüllülük hərəkatının təbliği və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadəyə geniş yer ayrılır. Bura hər gün yüzlərlə insan müraciət edir. Xidmətin bu qədər sürətli və rahat işləməsində əməkdaşlarla yanaşı könüllülərin də dəstəyi böyükdür. Onların diqqəti və səmimiyyəti prosesi daha da asanlaşdırır. Könüllülük fəaliyyəti haqqında qanun Azərbaycanda 2009-cu ildə qəbul edilib. Ən çox könüllülərə rast gəldiyimiz məkanlar isə Asan xidmət mərkəzləridir. Asan könüllülər 2013-cü ilin yanvarın 15-də cəmi 15 nəfərlə işə başlasalar da, bugün onların sayı kifayət qədər çoxdur. Asan xidmətin fəaliyyətə başladığı dövrdən etibarən 44 minə yaxın gənc bu prosesə könüllü kimi qoşulubdur. Bu müddət ərzində könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihələr icra olunubdur. 3400-dən çox könüllü Asan kadr portalı vasitəsilə işlə təmin edilib. Biz burada həm cəmiyyətə fayda veririk, həm də öz şəxsi bacarıqlarımızı inkişaf etdiririk. Məsuliyyət, komanda ilə işləmə və stres idarə etmə bacarıqlarımızı burada daha da möhkəmləndiririk. Asan xidmətdə mühit çox pozitivdir. Əməkdaşlar, könüllülər məni hər gün çox motivasiya edirlər və hər gün onlardan yeni şeylər öyrənirəm. Mən burada böyük təcrübələr qazandım. Vətəndaşlara məlumatlandırır, onları yönləndirir və ərizələrini doldurmaqda onlara köməklik edirəm. Son illər müxtəlif dövlət qurumlarında da könüllülərə rast gəlirik. Azərbaycan Respublikasının Diaspora İşləri Dövlət Komitəsində 6 aylıq fəaliyyət göstərmişəm və fəaliyyət göstərdiyim zaman həm təşkilatı bacarıqlarımı inkişaf etdirdim, həm də ki, komanda ruhunu dərindən hiss etdim. Fəaliyyətimin 6-cı ayında isə düşərgə keçirildi. Bu düşərgə konstitusiya və suverenlik ilinə həsr olunmuşdu. Diaspora gənclərinin 6-cı ay düşərgəsi idi. Düşərgə 61 ölkədən gələn 128 Azərbaycan gənclərini əhatə edirdi və 3-9 avqust tarixlərində Xankəndi şəhərində keçirildi. Düşərgə çox faydalı və dinamik bir düşərgə idi, çünki biz burada cürbəcür proqramlarda iştirak etdik, iştirakçılarla ünsiyyət qurduq və mənim üçün çox böyük bir təcrübə oldu. Könüllü olan zaman şəxsi inkişafımızla bağlı da bir sıra önəmli görüşlərdə iştirak etmişik ki, buradakı görüşlərdə iştirakımız bizim həmçinin şəxsi inkişafımızla bağlı Azərbaycandan kənarda yaşayan soydaşlarımızla da beynəlxalq müstəvidə əlaqələrin qurulmasında xüsusi əhəmiyyət daşıyır və biz bu prosesin artıq aktiv şəkildə iştirakçısı oluruq. Könüllülər icmalarda inam yaradır, fövqəladə vəzifələrdə çeviklik nümayiş etdirir və yeni nəsillərə nümunə olurlar. Çünki könüllülük qarşılıq gözləmədən xidmət etmək, cəmiyyətə dəyər qatmaq və həm insan, həm də vətəndaş kimi inkişaf etməkdir. Röya Salmanova, Sabir Şahbələdov, Tele Səhər.